Salam dostlar, hər vaxtınız xeyir olsun. Xırdalan şəhərin tam mərkəzində Ekopark deyilən yaşayış məntəqəsinin ərazisində belə bir 3 otaqlı padmayak mənzilimiz çıxıb. Mənzilimiz 3 otaqdan ibarətdir. Demək olar ki, burada hal-hazırda təmir işləri aparılır. Bu giriş qapısıdır. Buradan daxil olur da holdur. Belə bölüşdürülür. Bura sanuzeli olacaq. İndi kim istəsə başqa cür edə bilər. Burada isə balkon görürsünüz. Göründüyü ki, balkon eyvan açılır və buradan Xırdalan şəhərinin göl mənzərəsi görünür. Ceyranbatan gölü görünür. Burada belə bir yer var. Kim istəsə burada mətbəx quraşdırmaq olar. Daxil olur, mənzilin belə bir otağı var, geniş. Görüş patoloq təşkillər görülür. Belə bir nəzərdə tutulub ki, qonaq otağı olsun. Buradan da çölə görünüşü var. Ceyranbatan gölünə istiqamətdə baxışı vardır. Daxil olduğu hol. Sol tərəfdə ikinci belə bir geniş otağımız var. Yataq otağı kimi istifadə etmək olar. Burada isə üçüncü belə bir otağımız nəzərdə tutulub, vardır. Burası belə bir boş yerdir, kladovka nəzərdə tutulub. Deməli, təkrar edirəm, mənzilimiz yerləşir Xırdalan şəhərinin tam mərkəzində, prospekt yola 203 metr aralı bir məsafədə Ekopark yaşayış kompleksinin ərazisində 16 mərtəbəli binanın 15-ci mərtəbəsində həmin bu mənzil sizə çəkib göstərirəm. Qiymət sahibi tərəfindən kvadratı 1350 manat müəyyən edilmişdir. Ümumi mənzilin kvadratı 118 kvadrat metrdir. Ümumi mənzilimizin kvadratı 118 kvadrat metrdir. Buyurun, kimin bu mənzildən xoşu gəlirsə, təklifi varsa, buyursun, profildə nömrəmiz var, zəng vursun. Mənzilin qiyməti ilə əlaqədar mənzil sahibi ilə danışmaq olar və mənzilə də baxış keçirmək bizim vasitəmizlə ola bilər. Buyurun, sağ olun, diqqətinizə görə.